Evlərdir hamısı. Xaraba qalıb hamısı, bir nəfər yaşayış yoxdur. Açam qapısı. Burada görə insan yaşaya bilər mi? Yası yox hamısının. Yenə deyirəm, 280-dən yuxarı ev vardı Büzöv kəndində. İndi Büzöv kəndində Axtasun 100-dən salamat evi yoxdur. Sakinlərin sözlərinə görə kəndin boşalmasına səbəb kənddə olan şəraitsizlikdir. Kəndin ağsaqqallarından biri olan Ramiz dayı deyir ki, 72 ildir bu kənddə yaşayır. Ağlı kəsən gündən indiki günə qədər bu kənddə nə yol görüb, nə də su. Burada dayımın yurdudur. Bu ev boşdur. O bir ev boşdur. O bir ev boşdur. Bu ev boşdur. Yuxarıda göstərdiyim ev də boşdur. Burada yuxarıda yaşayış yoxdur. Su dərdindən, yol dərdindən bu evlər hamısı kötü gidib bir adam yaşayış yoxdur. Bu evlər heç bir. 2017-ci ildə Oğuz-Qəbələ-Bakı su kəməri çəkiləndə Bicu kəndinə də həmin boru vasitəsilə su verilsə də, kəndin bir çox hissəsi ondan istifadə edə bilmir. Kəndin aşağı hissəsi suyla və yolla təmin olunsa da, yuxarı hissəsində bunların heç biri yoxdur. Qışdır, qar təzər çəkilir. Lakin bu belə axır. Birazdan heç bu da olmayacaq. Bu boyda kənd bir dərəmana baxır. Bax bunu içiririk. Yağışdan ancaq qurban olduq mallar, yağış yağır, həyətlərdə basen var. Basenə yığırlar, növbəti yağışdan istifadə edirlər. Yeyəcəyinə bir dənə bulaq var, tək bir bulaqdır. Bütün cəmaat məsələn oradan içməli su gətirir. O da axmır. Nazik axır, saatlarla dayanırsan oradakı bir filyaq, bir bütün su gətirirsən həyətə. Sakinlər bildirirlər ki, məktəb də kəndin aşağı hissəsinə yerləşir. Uşaqlar məktəbə getmək üçün yağışlı qarlı havalarda, kələ-kötürlü, palçıqlı yollarda, piyada və uzun məsafə qət etmək məcburiyyətində qalırlar. Nəvələrim yəni, məktəbə gedib gələ bilmir yol dərdindən. Qucağıma götürürəm, o aparıram aşağı. Ayağının əqqabsın. Yolumuz yəni yoxdur. Sudakı tamamilə başqa. Su da yoxdur. Dağ bulağı ondan istifadə edir, barmaq yoxdur. Bu ilə də biz yaşaya bilmirik. Burada yaşayanlar bildirir ki, yolsuzluq səbəbindən rayon mərkəzinə işləyən marşrut avtobusu da yuxarı hissəyə gəlib çıxa bilmir. Yollar çox bərbad günlər qarşı. Adam ətib düşürmək olmur, yağış oldu, vəbşi gətirmək olmur. Nə yaşlını, nə cavanı. Maşın dözmür yəni. Mümkün deyil də yəni bu yolda istifadə eləmək olmur. Adam qalır utana, bilmir adamı düşürsə, yoxsa maşının dərdinə qalsın. Bura taksi şoförləri də gəlmir. Deyir ki, qardaş, mənim maşınım qızdırır, ora çıxa bilmərəm. Biz də gəlib qalırıq 2 kilometr aşağıda, oradan da gəlib mənzilə çıxa bilmirik, evə gəlib çıxa bilmirik. Kəndin icra nümayəndəsi Bəhlul Mahmudov Xəzər xəbərə bildirib ki, problemlə bağlı aidiyyatı qurumlara məlumat verilib. Bu ilin sonuna kimi həm su, həm yol problemi öz həllini tapacaq.